Əslində süni intellekt həyatımızda rəqəmsal informasiyanı, onu texnoloji olaraq belə deyək, seçimini süni intellekt daha asan apara bilir. O sahələrdə ilk öncə oturacaqdır məncə süni intellekt, amma bu həkimi heç vaxt əvəz eləməyəcək. Əslində süni intellekt həyatımızda çoxdan daxil olub var. Bütün sahələrdə olduğu kimi tibbdə də bu artıq öz yerini yavaş-yavaş tutmaqdadır. Xüsusən də tibbin informasiya yükünün, rəqəmsal informasiyanın oturduğu sahələrdə bu daha qabarıq özünü göstərir və yaxın gələcəkdə məncə əsas informasiya yükü belə deyək, hardadır? Tutaq ki, radioloji müayinələrdə, laborator müayinələrdə rəqəmsal informasiyanı, onu texnoloji olaraq belə deyək, seçimini süni intellekt daha asan apara bilir. O sahələrdə ilk öncə oturacaqdır məncə süni intellekt, amma bu həkimi heç vaxt əvəz eləməyəcək. Mən belə düşünmürəm. Xüsusən həkimlik bir sadəcə informasiya analizindən ibarət deyil. Bu bir insani münasibət, insani keyfiyyətlər tələb eləyən və heç bir şeyə, heç bir sözlə ifadə olunmayan bəzən intuitiv qərarlar vermək lazım gəlir. Təbii ki, bu da təcrübəyə əsaslanır. Məncə süni intellekt doktoru tamamilə əvəz eləməyəcək və bu fikirlə razı deyiləm.